Dünyanın bir çox qabaqcıl onkoloji mərkəzlərində icra olunan HIPEC əməliyyatı son zamanlar Azərbaycanda da icra olunmağa başlanılıb. Lakin xəstələrin çoxu bu əməliyyat haqqında məlumatsızdılar. HIPEC əməliyyatını icra edən azsaylı peşəkar həkimlərdən biri də uzman ümumi cərrah Mahmud Mahmudovdur. Həkim deyir ki, sözügedən əməliyyat qarın boşluğunu əhatə edən bədxəstəli şişlərə qarşı tətbiq edilən müalicə üsuludur. Daha dəqiq desək, xərçəngin müalicəsində istənilən reaksiyanın alına bilmədiyi nöqtədə xəstənin həyat keyfiyyətini və rahatlığını artırmaq üçün icra edilən qarın içi isti kimyoterapiyadır. Qarın içərisində periton zarı dediyimiz peritona yayılmış xərçənglər əvvəllər əlacsız xərçənglər sayılırdı. Sadəcə kimyoterapiya verirdik. İndi isə storeduktiv cərrahiyyə ilə biz peritonu tamamilə çıxarırıq və kənardan xüsusi bir cihazla təxminən 45-50 dərəcəyə qədər isidilmiş kimyoterapevtik maddəni, yəni əməliyyatsız bir şəkildə damardan alınan kimyoterapevtik maddəni birbaşa əməliyyat əsnasında xəstənin qarın zarına, qarın boşluğuna yeridə bilirik. Həkim deyir ki, damardan verilən kimyoterapiyanın sadəcə 3% peritona, yəni qarın pərdəsinə çatır. Lakin HIPEC üsulu ilə isidilmiş kimyəvi maddəni tam şəkildə birbaşa xərçəngli hüceyrəyə yeritmək mümkündür. Bu əməliyyatı xərçəng xəstələrinin son güman yeri də adlandırmaq olar. Birinci əməliyyatda heç vaxt xəstəyə HIPEC icra etmirik. Təkrarlayıbsa, kimyoterapiyaya dirənclidirsə, dirənc göstərirsə, bəli, cavab vermirsə, bu halda biz yenidən əmələ gəlmiş bütün xərçəng hüceyrələrini təmizləyib, eyni zamanda xərçəngin bulaşdığı bütün orqanları, bağırsaqdırsa bağırsağı rezeksiya edirik, uşaqlıqdırsa, yumurtalıqdırsa o hissələri çıxarırıq. Sonra birbaşa həmin o bəhs etdiyiniz gözə görünməyən tümör hüceyrələrinə belə geridə qalan nə varsa, onların üzərinə təxminən 90 dəqiqəlıq və ya 60 dəqiqəlıq seanslarla isti kimyoterapiyanı icra edirik. Ümumi cərrahın sözlərinə görə HIPEC əməliyyatı 6-8 saat davam edən çətin əməliyyatdır. Bu səbəbdən əməliyyata xüsusi hazırlıq aparılmalı, yüksək standartlara cavab verən xəstəxanada mütəxəssislərdən ibarət peşəkar komanda heyəti ilə icra olunmalıdır. Onu da bilmək lazımdır ki, HIPEC sağaldıcı əməliyyat deyil. Bu əməliyyatın əsas məqsədi ömrü uzatmaqdır. Daha dəqiq desək, xəstəliyin bədənə sürətlə yayılmasını əngəlləyən, onu ləngidən prosedurdur. Şəbnəm Qurbansoy, Bəxtiyar Babayev, Xəzər xəbər.